Bugün sizə çox maraqlı bir xəstəlik haqqında danışmaq istəyirəm. Uşaq ortopediyasında rastlanan Pertes xəstəliyidir bu. Pertes xəstəliyi nədir? Bu çanaq oynağı başının bilmədiyimiz bir səbəblərdən qidalanmağı pozulur və bud başında deformasiya əmələ gəlir. Bu deformasiya da irəliləyən illərdə ağrı və axsamaya yol açır və bugün icra elədiyimiz bu çanaq oynağı endoprotez əməliyyatlarının bir qismi də uşaqlıqda keçirilən bu Pertes bağı xəstəliyinə bağlı olur. 100 ildən çoxdur ki, adı qoyulan bu xəstəliyin hələ də səbəbini bilmirik, amma təbii seyrini təxmin edə bilirik. Xəstəliyin mərhələsi, uşağın yaşı və cinsiyyəti proqnoza təsir edən faktorlardır. Oğlan uşaqlarında 4-6 yaş arasında daha proqnozu yaxşı olduğu halda, daha böyük yaşlarda proqnozu təəssüf ki, daha çətin olur. Odur ki, əlimizdə bir neçə müalicə üsullarımız var, hansı ki, bu uşaqların gələcəkdə ağrıma və axsamağını önləyə bilirik. Bugün də bizə müraciət edən 7 yaşında bir qız uşağında var olan bu xəstəliyə bir əməliyyat icra elədik, gips qoyduq. 2 ay sonrasında gipsini açacağıq və inşallah əvvəlki həyatına qayıdacağını ümid edirik.